Salam, mən Xəlid doktor. Bu günləri biz prostat vəzi haqqında danışacağıq. Bu kişilərin ən tez-tez yaddan çıxartdığı, amma ən mühüm həyatında rol oynadığı bir orqan. Prostat vəzi kişi reproduktiv sistemin əsas orqanlarından biridir. O, spermanın keyfiyyətindən tutmuş, sidik ifrazına kimi rolları çox böyükdür. Prostat xəstəlikləri çox vaxt simptomsuz keçə bilər. Əsas problemlər prostatda nə olur? Prostatit, yəni iltihabi proses. Prostatın xoş xəstəlik şükləri, adenoma. Yəqin ki, çox vaxt eşitmişsiniz, kişilər gecələr sidiyə gedirlər, qırıq-qırıq gedirlər, şırnağı təzyiqi olmur və prostatın bəd xəstəliyi, yəni ki, kanser, xərçəngidir. Bir çox kişilər bu saydığım simptomlara dözür və çalışırlar özləri müalicə etsin. Lakin bu gələcəkdə çox böyük bir fəsadlara gətirib çıxarır. Mən 40 yaşından yuxarı olan bütün kişilərə bir tövsiyəm var. İlk öncə bir uroloqa müraciət edin. Heç olmasa ildə bir dəfə uroloqa müraciət edin. PSA analizi verin. Bu prostat spesifik antigen prostatın xoş xəstəliyi və ya bəd xəstəliyi olmağını göstərəcək. Və ildə bir dəfə UZI, prostatın UZI-sinin müayinəsindən keçin. Və yadınızdan çıxartmayın. Prostatla əlaqədar mövzu utanclı bir mövzu deyil. Müayinəsi çox qısa bir zaman alır və sizin də çox vaxtınızı almır. Amma gələcəkdə fəsadlar olsa, bu çox böyük bir fəlakətə gətirib çıxarda bilər. Və unutmayın, erkən diaqnostika qorxu deyil, sağlam həyatın açarıdır.